Astanada Azərbaycanın müstəqillik tarixində mühüm dönüş nöqtəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 107-ci ildönümünə həsr edilmiş rəsmi qəbul keçirilib. Tədbir Qazaxıstan dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və diplomatik korpus üzvlərinin iştirakı ilə baş tutub. Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov çıxışında Xalq Cümhuriyyətinin tarixindən bəhs edərək, onun müasir Azərbaycan dövlətçiliyinin əsası olduğunu vurğulayıb. O, eyni zamanda işğaldan azad edilən ərazilərdə geniş bərpa işləri, COP29-un Azərbaycanda keçirilməsi və bölgədə sülh təşəbbüsləri barədə məlumat verib. Səfir Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan dialoqların davam etdiyini də bildirib. Qazaxıstanın Nəqliyyat naziri Marat Karabayev tədbirdə çıxış edərək Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edib və ölkəsinin Azərbaycanla strateji tərəfdaşlığına xüsusi önəm verdiyini vurğulayıb. Nazir deyib ki, son illərdə iki tərəfli ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artaraq 500 milyon dolları keçib və bu göstəricilər qarşılıqlı iqtisadi maraqların dinamik inkişafını təsdiqləyir. O, həmçinin Transxəzər nəqliyyat dəhlizinin inkişafının iki ölkənin nəqliyyat və logistika sektorunda mühüm yer tutduğunu, bu marşrutla yük daşımanın 2024-cü ildə 62% artaraq 4,5 milyon tona çatdığını diqqətə çatdırıb. Hazırda iki ölkə arasında 19 müntəzəm aviareys fəaliyyət göstərir və bu il Bakıda keçiriləcək hökumətlərarası komissiyanın iclası əməkdaşlığın yeni mərhələsinə töhfə verəcək. Tədbir Azərbaycan və Qazaxıstanın incəsənət ustalarının çıxışları ilə müşayiət olunub və dostluq ruhunu əks etdirən konsert proqramı ilə yekunlaşıb.